Amerika Birləşmiş Ştatları hava zərbələrinin kifayət etməyəcəyini anladığından qura əməliyyatı da keçirmək planlaşdırır. Ancaq həm də buna cəsarət eləmir. Əvvəlcə Kürdləri bu prosesə qoşmağa cəhd göstərildi və görünür arzu olunan nəticə əldə olunmadı. 600 minlik İran ordusunun qarşısına daha böyük sayda ordu çıxarılmalıdır ki, qura əməliyyatları uğurlu olsun. Bu da çox böyük itkilərlə nəticələnə bilər və təbiidir ki, Amerika Birləşmiş Ştatları bundan çox çəkinir. Və bu şəraitdə vəziyyətdən çıxmaq üçün İranın əsas ərazisindən bir qədər kənarda yerləşən Xark adasına hücum etmək və mümkün olsa həmin adanı ələ keçirmək barədə planlar hazırlanır. Xark adası İran üçün çox böyük əhəmiyyətə malik adadır. Burada deməli İranın ən böyük neft terminalı yerləşir və neft ixracının 90% demək olar ki, buradan həyata keçirilir. İran-İraq müharibəsi zamanı İraq Xark adasına zərbələr endirmişdi, terminalı vurmuşdu və bu İran iqtisadiyyatına sonralar çox ciddi problemlər yarattı. Və belə düşüncə var ki, əgər Xark adası ələ keçirilsə, İran ağır vəziyyətə düşəcək. Ancaq mütəxəssislər onu da deyirlər ki, əgər hətta bu ada ələ keçirilsə də, İranın ehtiyat terminalları var və həmin terminallardan istifadə etmək mümkün olacaq. 21 kvadrat kilometr ərazisi olan bir adadır. 8000-dən biraz artıq insan yaşayır. Ancaq deyildiyi kimi neft ixracı üçün həlledici əhəmiyyətə malik bir yerdir Xark adası və buradan sutkada 2 milyon barelə yaxın neft əsasən Asiya bazarlarına göndərilir. Bu günlərdə Amerika Birləşmiş Ştatları adaya zərbələr endirdi, ancaq zərbələr daha çox hərbi obyektlərə yönəldilmişdi. Neft terminalına zərbə vurulmadı və Prezident Trump bunu özlərinin alicənablığı ilə əlaqələndirməyə çalışdı. Ancaq aydındır ki, səbəb başqadır. Əgər Xark adasında yerləşən neft terminalına zərbə endirilsə, bu neftin qiymətinin kəskin şəkildə artmasına gətirib çıxara bilər. Son nəticədə benzin də bahalaşar və benzinin bahalaşması Amerika Birləşmiş Ştatları üçün və onun prezidenti üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən hələlik neft terminalına zərbə endirilmir. Ancaq İran təbii ki, ehtiyat eləyir. Ehtiyat eləyir və Amerika Birləşmiş Ştatlarına da dalbadal xəbərdarlıqlar göndərir ki, onu bu addımdan çəkindirsin. Çəkinəcəklərmi? Çox güman ki, yaxın vaxtlarda Xark adasını ələ keçirmək üçün qəti addımlar atılacaq, çünki Prezident Trump'ın başqa çarəsi yoxdur.